Hansı cümlədən mübtəda çıxarılsa, ismin təsirli halında olan söz adlı halda da düşünülə bilər. Təsirli halda olan söz adlı halda da düşünülə bilər. Diqqətlə baxaq. Biz yaxınlaşanda qardaşım oğlu Adil eyvandan bir cüt göyərçin uçurdu. Burada təsirli halda olan söz göyərçin sözdür. Bunu uçurdu. Təsirli halda olan sözün yerinə bunu qoya bilirik. Göyərçin burada qeyri-müəyyənlik bildirən təsirli halda olan sözdür. Və cümləmizin mübtədasını tapaq. Uçurdu. Kim? Adil. Əgər biz bu cümlədən mübtədamızı silsək, biz yaxınlaşanda qardaşım oğlu eyvandan bir cüt göyərçin uçurdu. Kim? Qardaşım oğlu. Biz burada Adil sözünü silsək, qardaşım oğlu mübtəda olur. Yəni, əvvəlki qaydasında Adil mübtəda idi, qardaşım oğlu onun təyini idi. Amma Adili siləndə qardaşım oğlu nə olur? Mübtəda vəzifəsində olur. Yəni, buradakı göyərçin sözü, təsirli halda olan sözü adlı halda düşünə bilmirik. Adlı halda düşünsək, həmin söz gərək cümlənin mübtədası ola. Ona görə biri çıxaq. İkinci cümləyə baxaq. Usta küləkli havada qayadan xeyli daş qopardı. Nə etdi? Qopardı. Kim usta? Cümləmizin mübtədası ustadır. Burada təsirli halda olan söz daş sözüdür. Bunu qopardı. İndi usta sözünü cümlədən silək. Küləkli havada qayadan xeyli daş qopardı. Baxın. Əgər usta cümləmizin mübtədası idisə, xəbərimiz qopardı keçmiş zamanda olan fe'l idi. Usta sözünü cümlədən siləndə qopardı. Vurğu arın üzərinə düşər. Yəni, qeyri-qəti gələcək zamanda olan söz olar xəbər. Və daş sözü bu zaman mübtəda vəzifəsində işlənər. Qopardı. Nə? Daş. Ona görə də ikinci cümləni götürürük. Davam edək. Rəhim il boyu bazarlarda tərəvəz satardı. Demək, burada nə edərdi? Satardı. Kim? Rəhim. Və burada qeyri-müəyyənlik bildirən təsirli hal tərəvəz sözdür. Tərəvəz satardı. Rəhimi cümlədən çıxardaq. İl boyu bazarlarda tərəvəz satardı. Dəyişiklik olmur. Yəni ki, cümləmizdən mübtədamızı çıxarsaq, tərəvəz sözü mübtəda vəzifəsində işlənmir. Adlı halda olmur. Yəni, o satardı. Mübtəda bərpa eləsək, o sözünü bərpa eləyə bilərik. Ona görə üçü götürmürük. Taxılı biçmək üçün sədr sahəyə onlarla işçi çıxardı. Nə etdi? Çıxardı. Kim? Sədr. Və burada işçi sözü qeyri-müəyyənlik bildirən təsirli haldadır. İndi mübtədamızı silək. Taxılı biçmək üçün sahəyə onlarla işçi çıxardı. Sədr mübtəda olanda xəbərimiz keçmiş zamanda olan fe'l idi. Çıxardı. Amma sədri siləndə işçi sözü olur adlı halda və xəbərimiz qeyri-qəti gələcək zamanda olan fe'l olur. Nə edərdi? Çıxardı. Kim çıxardı? İşçi çıxardı. Ona görə 4-ü də götürə bilərik. Qoca fırtınalı günlərdə də sahil qayıqlarında balıq tuturdu. Nə edirdi? Tuturdu. Kim? Qoca. Qoca cümləmizin mübtədasıdır. Balıq sözü təsirli haldadır. Bunu tuturdu. Qocanı cümlədən çıxardaq. Fırtınalı günlərdə də sahil qayıqlarından balığı tuturdu. Yəni, buradakı balıq təsirli halda olan söz adlı hala çevrilmir. Tuturdu. Qoca olmayanda biz mübtəda olaraq bərpa eləyə bilirik. Kim? O. Demək, düzgün cavabımız olur C variantı 2 və 4.